Hər kəsə salam, bütün Azərbaycan xalqına müraciət edirəm. Deməli, mənim haqqımda 20 yanvar hadisəsi ilə bağlı bir paylaşım olub ki, mən 20 yanvar günü Papaq Musikalda canlı musiqi, müğənnilər şou proqram keçirdirəm. Həmin o paylaşılan xəbəri indi sizə təqdim edirəm, baxın. Şeydə, Nizamidə, bırak. Kimlərdən sonra? Nə varsan, neysən, 200 nətərdir? Sağlığım. Kimlərdən sayıqdır? Qaqaşlar tutalım var. Orada videoda gördüyünüz kimi, orada nə musiqi var, nə şou proqram var, nə müğənni var. Sadəcə adda qeyd ediblər ki, bəs hal-hazırda Papaqda bu hadisələr baş verir. Mən hal-hazırda Zalın videosunu sizə təqdim edirəm. Sadəcə olaraq bu xəbəri paylaşmaqda bunların məqsədi, niyyəti nədir? Bir neçə xəbər saiti paylaşıb, yəni mənim adıma vətən xaini damğası vurmaq istəyirlər, amma yəni hər şey göz qabağındadır. Komissiya ayrılsın, gəlinsin mənim həmin 20 yanvar keçən gecədən ta indiyənə kimi bütün kameralar açılsın, hamısı səs yazandır. Baxsınlar, görsünlər, əgər burada belə bir hadisə baş veribsə, mən özüm haqqımda ən sərt cəzanı almağa razıyam. Amma ki, burada belə bir şey olmayıbsa, xahiş edirəm, bu cür xəbər saytlarının cəzası verilsin, onlar barəsində ölçü götürülsün. Bunlar bu xəbəri paylaşmaqla, yəni mənə toxunmaq istəyirlər, amma mənə yox. Biz özümüzü kiməsə biabır edirik. Və mən xalqımdan xahiş edirəm ki, Papaq Musikalın səhifəsinə daxil olun. Orada dünənləri gecə saat 12-də, 19-dan 20-sinə keçən gecə 12-də poster paylaşılıb. Allah şəhidlərimizə rəhmət eləsin, 20 yanvar hüzün günümüzdür. Yəni mən belə bir poster paylaşıb, sonra dalıyca yəni şou proqram, müğənnilər, yəni mən bu səhvi, bu xətanı mən necə eləyə bilərəm? Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.